Kərbəla, qəlbləri titrədən məkan. İmam Hüseyn əleyhissalamın mübarək bədəni Mühərrəmin 12-sinə qədər 3 gün boyunca günün altında susuz və başsız halda qalmışdı. Bütün bu vaxt ərzində bədənlərə torpaq, toz və kül üfürdürdü. 3 gün sonra Kərbəla yaxınlığında yaşayan Bəni Əsəd qəbiləsi döyüş meydanına gəldi. Gördükləri mənzərə qarşısında qadın, kişi hamısı ağlayıb, fəryad etməyə başladı. Onlar şəhidlərin bədənlərini dəfn etmək istədilər, amma heç kim tanıya bilmədilər. Çünki bədənlər tanınmaz hala düşmüş, başları yox idi. Elə bu zaman uzaqdan nurani bir sima göründü. İmam Səccəd əleyhissalam əsirlikdən möcüzəvi şəkildə Kərbəlaya qayıtmışdı. O gəlib şəhidlərin bədənlərini bir-bir tanıtdı və dəfn etməyə başladı. Əvvəlcə atasının İmam Hüseynin bədənini götürdü, torpağın bir hissəsini kənara çəkdi və orada hazır bir qəbir göründü. İmam atasının cənazəsini o qəbrə tək başına yerləşdirdi. Sonra qəbrin üstünə torpaq tökdü və barmağı ilə belə yazdı. Bu, susuz və qərib halda şəhid edilən Hüseyn ibn Əli ibn Əbu Talibin qəbridir. Sonra imam Əli Əkbəri atasının ayaq tərəfində dəfn etdi. Beləcə ata ilə oğul bir qəbirdə birləşdi. Daha sonra bəzi rəvayətlərə görə 6 aylıq körpə Əli Əsqər atasının sinəsi üstündə dəfn edildi. Elə oradaca imamın pak cəsədinin qucağında əbədi rahatlığa qovuşdu. Ardınca İmam Səccəd əleyhissalam digər şəhidlərin bədənlərini topladı və onların hamısını bir yerdə cəm şəkildə dəfn etdi. Sonda imam Bəni Əsədlə birlikdə Fərəd sahilinə tərəf getdi və orada əmisinin Həzrət Əbülfəzl Abbasın cənazəsini dəfn etdi. Nəhayət, Bəni Əsəd qəbiləsi öz başçıları Həbib ibn Məzahiri də gətirib İmam Hüseyn əleyhissalamın qəbrinin yaxınlığında dəfn etdilər. İmam Hüseyn əleyhissalamın dəfnindən sonra məzarın üzəri sadə şəkildə işarələndi. Əsirlikdən qayıdan xanım Zeynəb və İmam Səccəd əleyhissalam Kərbəlaya gəlmiş, həmçinin gözləri görməyən səhabə Cabir ibn Abdullah İmam Hüseyn əleyhissalamın şəhadətinin 40-cı günü ilk dəfə imamın məzarına ziyarət etmişlər. Bu hadisə Kərbəla ziyarətinin başlanğıcı sayılır. Sonra Muxtar dövründə İmam Hüseyn əleyhissalamın məzarı daha da önəmli hala gəldi və onun ətrafında tikinti işləri başlandı. Muxtar Kərbəlada İmam Hüseyn əleyhissalamın və onun dostlarının məzarlarını qorumaq və ziyarətgah olaraq qurulmasını təmin etdi. Bu dövr İmam Hüseyn əleyhissalamın hərəminin rəsmi olaraq formalaşmasının başlanğıcı oldu. Amma bu yalnız başlanğıc idi. Növbəti videomuzda bu müqəddəs hərəmin sonraki dövrlərdə necə inkişaf etməsindən, hansı hökmdarların buraya xidmət göstərməsindən və bu məkanın zamanla necə möhtəşəm bir ziyarətgah halına gəlməsindən danışacağıq.